Bugünkü mövzumuz homini papilloma virusun müayinələri və müalicəsi haqqındadır. Homini papilloma virus bildiyimiz kimi son zamanların geniş yayılmış cinsi olan yoluxan infeksiyalarındandır. Və əlbəttə ki, digər infeksiyalar kimi bunun da fəsadları olur. Homini papilloma virusun ən böyük fəsadlarından biri də uşaqlıq boynunun xərçənginin yaranmağına səbəb olmasıdır. Bundan əlavə, vulva ətrafında kandilomaların və papillomaların yaranmağına səbəb olur. Əgər hər hansı bir xanım müayinəyə üçün müraciət edirsə, ilk öncə virusun varlığını təyin etmək gərəkir. Əgər virus aşkarlanıbsa, pasiyentin vaginal axıntısı, xoşagəlməz qoxusu varsa, yanaşı ikincili infeksiyalara müayinə edilməlidir. Bütün bu müayinələrdən sonra uşaqlıq boyunun durumunun dəyərləndirilməsi gərəkir. Homini papilloma virusu pozitiv olan hər bir xanım ən az 6 aydan bir kolposkopik müayinədən və pap smear analizindən verilməsi məsləhət görülür. Müayinələr tamamlandıqdan sonra pasiyentlərə müalicə təyin edilir. Müayinələrin nəticəsinə uyğun olaraq uşaqlıq boyunun durumunu dəyərləndirdikdən sonra müalicə taktikası seçilir. Müalicə taktikası əgər gərəkərsə, biopsiyanın götürülməsi də bu müalicə taktikasına daxil edilir. Biopsiyanın götürülməsi uşaqlıq boyunun durumunun daha dəqiq təyin edilir. Bununla da biz artıq dəyişmiş zonanı aşkarlayırıqsa, bir çox pasiyentin istəyi ilə də verilən qərarla da biopsiyanı götürdüyümüz zaman vaporizasiya prosedurumuzu da eyni anda icra edə bilirik. Bütün bunlarla yanaşı, tək cərrahi müdaxilə deyil də, pasiyentin immunitet gücləndirilməsi də önəmlidir. Bildiyimiz kimi, homini papilloma virus hətta müalicə olunmasa belə 2 il ərzində orqanizmdən tamamilə atıla bilir. Kandilomalar, papillomalar yandırıldıqdan sonra pasiyentə virus əleyhinə müalicənin təyin edilməsi də tövsiyə olunur. İmmunomodulatorların buradakı üstünlüyü ondadır ki, pasiyentin immun sistemi yüksəldilərək artıq təkrar kandilomaların yaranmağının önləmini almaqdır. Bu virus sizin düşündüyünüz qədər müalicə olunmaz bir virus deyil. Bizim mərkəzimizə müraciət edərək bu virusdan tamamilə sağala bilərsiniz. Bizimlə sağlamlığınızın qeydinə qalın.